Deyirəm, həqiqətən görəsən bu insanların böyle bir günahı var mı? Bir McDonald's, bir kofe nədir ki Azərbaycanda adi bir kuryerlər onu ala bilmir. Hi, good morning. Bu, have a good one, bro. Bunun qiyməti ikisi bir yerdə $3 eləyir. Bu ən balacasını götürdüm. Liboy ölçüdə olanı $1'dir. Baba indi bir saat zakaz gəldi. Bura baxın. Səhərsə $17. Yəni $3 mən bunları ala bilirəm də. Zakaz dayanmır. Biləm bu görəsən həqiqətən bu millətin nə günahı var ki, ya da hər hansı bir səbəb varmı adi bir şeyləri millət ala bilməsin deyə o cür şərait yaradıblar. Mən səhər işə çıxmışam, ailəmi narahat eləmədim, səhər yeməyinə görə sadəcə çıxıram, gəlirəm bir dənə kofemi alıram. Bu da yəni, mənim qazancımın 0,3% edirdim, nə qədər sevdirsə. Yəni, çox adidir, yəni, inanılmaz kiçik bir məbləğdir. Niyə bunu sizə qıymırlar? Səbəbi nədir? Nə günah işləmişsiniz, nə eləmişsiniz? Çox maraqlıdır. Yəni, adı kofe nədir ki, bir adam gedib desəm sizə ki, burada hər kəs bunu eləyir. Yəni, mən ünşanlı adamzat söhbəti deyil də. Bütün şeydə yaşayanlar, belə Amerikada, Kanadada yaşayanlar rahatlıqla ürəyimiz istəyən vaxtı gedib kofeni zadı ala bilir. Və bu kofedə bəzi üçün zat deyil, buzludur, görürsünüz, yağış deyil. Burada yağış buzlu içir. Mən ümumiyyətlə isti içini içə bilmirəm. Orada buzlu içmişəm, isti heç nə içə bilmirəm. Çay belə isti içə bilmirəm. Burada mənfi 30 dərəcədə olanda soyuq içir. Yəni, çox adi bir şeydir. Yəni, bir dənə burger yiyəcəksən, səhər bir dənə ətli zaxlı pendir yiyor maksimum. Yəni, nədir də bu millət buna niyə həsrətlə baxmalıdır? Bu milləti niyə ala bilməyəcək bir şey olmalıdır? Çox maraqlıdır. Yazıq deyərəm, amma demirəm. Çünki nəyə deyim? İnsanlar özü o yaşayışdan razıdırsa, mən onları necə görürəm? Adamlar özləri istəyirlər öyle yaşamaq. Mən yaxşı yaşa deyə məcbur edə bilmərəm. Qəribədir fikirlər. Hələlik, sizin yerinizə dərd çəkməyim, kofi içim heç olmasa. Sizin yerinizə dərd çəkirəm, mən xain olmam. Niyə dərd çəkirsiniz? Sənin kofi içib, baxıb əylənirəm. Nə gözədir yağış yağış, görürsən şəhəri su basacaq. Bu arada dünənlər bir də zakaza aparmışdım. Hələ dostumla zadımla görüşdüm. Zakazı 22 dəqiqə totalda bitirmə vaxtımıydı. Zakaz $10 olarak gəlmişdi mənə. İndi $11 zakaz gəldi. Zakaz $10 olarak gəlmişdi mənə. Cəmi $10. Elə bir restorandan evə qədər məsafə görə biləsiniz. Yəni də $15 zakaz gəldi. Müştəri mənə restorandan evə cəmi 2 dəqiqədir məsafə. 2 dəqiqə. Yəni 100 metrə deyildi. Görə bilərsiniz məsafəndə necə qısadır. Müştəri $27 çayvoy vermişdi. $10 götürdüyüm zakaz, burada $10. Sonradan elə bil zakazı artırıb çayvoyu çoxaldıb. Zakazı artırıb çayvoyu artırıb. Elə bir 100 metrəli məsafəyə $27 çayvoy vermişdi. $37, $27 deyirəm çaşıb. Hardasa zakaz $40 yaxın. $2 da proqram özü verir. Baxırız. $39. Əsasında vətəndəsiz.